Şəhidimiz İsmət Namazov. İsmət 1996-cı ildə Mahmudlu kəndindən anadan olmuşdu. O məktəbi bitirəndən sonra hərbi xidmətə yola düşdü. Hərbi xidmətdən qayıdandan sonra ailə qurdu. 2 övladı var. 2 övladımız var, İnci, Tunar adında. Çox xoşbəxt idik. Cəmi 2 il 6 ay müddətində evli qaldıq. Polad Həşimovun şəhid olduğu an yoldaşıma çox pis təsir etmişdi və könüllü adını yazdırmışdı müharibəyə. Sentyabrda da döyüşlərə qatıldım. Hər gün bizə zəng vururdu, uşaqları soruşurdu və ancaq vətənindən danışırdı. Bir də ən sevdiyi cümlə, ən tez-tez işlətdiyi cümlə odur ki, biz bura tarix yazmağa gəlmişik. Ən son danışığımız 25 oktyabrda oldu və 25-dən 26-sına keçən gecə qəhrəmancasına şəhid oldu. Yaşad Fondu şəhidimiz İsmət Namazovun ailəsinə dəstək tədbirlərini davam etdirir. Fondun fəaliyyət istiqamətləri çərçivəsində şəhidimizin ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq dəstək göstərilib. Tibbi ehtiyaclarının qarşılanması istiqamətində tədbirlər davam etdirilir. Həmçinin onun övladlarına məktəbli ləvazimatı və hədiyyə qutuları təqdim olunub. Yaşad Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yaşad.gov.az rəsmi internet saytının hesabatlar bölməsindən əldə etmək mümkündür.